Əllamə Təbətəbai fəlsəfədən dərs deyirdi. Birdən deyirdi, yanırdı. Dedi ki, dostlar, biz bu dünyadan köçəcək, ondan sonra deyirdi ki, həstim ki, həstim, həstim ki, həstim. Var olduqca varıq, var olduqca varıq. Bunu deyirdi, şövqə gəlirdi. Təsəvvür edirsiniz, biz var olduqca varıq, həmişə varıq, həmişə olacaq. Birdən deyir, dərsin ortasında deyir. Birincisi budur ki, biz əbədi. İkinci sevinc mənbəyi nədir? Dünya bütün problemləri ilə qısadır, qutarıb gedəcək. Dərd eləmə, oyundur hər şey. Üçüncüsü nədir? Udmaq var, azart var. İcazə verin bu sözdən istifadə edelim. Həyatda udmaq var, udmaq şövqü var və insan buna meyillidir. Və oyun tərəfi də rəqib deyil, azarkeşdir. Allah deyir, sən bir dənə bil ki, məndən oynayırsan, mən oyunu sənin xeyrivə yönləndirəcəm. Hər şey sənin xeyrivə istiqamətləndirəcəm. Heç nə, narahat olma, girmə içinə, biraz kənardan bax, ləzzətlə keç o labirintləri, o yolları keç, mən də əlimdən tutacam. İlişib dayananda deyəcəm, işarə ilə deyəcəm ki, elə rəqib görmürsünüz ki, adama deyə, bu yandan keç. Bu rəqib deyil axı, bu sənin öz məşqçündür. Sənə işarə ilə pısıldayacam ki, oradan yol var, keç. Sən keçəcəksən, yenə bir mani atacam qabağıma, yenə özüm çıxış yolu göstərəcəm, biraz özün düşün, biraz mən köməkliyim, hey, 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 belə görəcəksən ki, başdan ayağa zövqdür.